Yalan danışamıram, olanları deyəcəm. Ermənistanda məndən yaxşı oğlan var. Ermənistan deyirəm, Ermənistandan qırağa çıxanda demirəm. Sən ölənməyənləri gördünüz deyirlərdir. Yəni Ermənistanın özündə. Koçaryan, balayan, tulayan, ulayan, mən onlardan yaxşı oğlanım. Bir güclü prezident var. O da İlham Əliyev. Sadalıyım. Qarabağ, Xankəndi, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər. Hamısını almadı mı? Mən də Makrona bel bağladım. Sənin Makron görüm heç xeyir tapmayasan. Ağ günə çıxmayasan. Səni görüm heç kişiliyə qayıtmayasan. Mən nə qayırmışam? Gedib kimə bel bağlamışam? Makrona, nə bilim ondan ona, bundan buna. Özü kimi yalancı ikinci bir Fransız yoxdur. Gət ona bel bağlamayın. Yalandan deyər, dalızda durmuşam, ilk o duran yeri vırıb dağıdacaqlar. Bu onun parolu deyilədir ki. Dedi ki, Səngəzura durmuşam dalında. Keçər suya getməz. Getməz. Xatası bizdən qıraq olsun. Özüm üçün yaşayıram, nəyimə lazımdır. Səhvim varsa deyək. Deyir, axşam istəyirəm buradan sizə bir təzə qapı açılmamış yazdığım şeiri deyim. Bəli, təzə yazmışam. Darıxıram, sıxılıram arada. Həsrət qaldıq top səngəyə qırada. Mən gedəndə Moskvaya parada. Deməyin ki, bu neyniyir orada. Paradım yox, zəfərim yox, nə qayrım. Nə ordumuz, nə yurdumuz əməlli. Moskvada paradakı tanklara mən baxıram, çox alıram təsəlli. Hələ dalı var, bunda deyim, qutaran deyil. Çox maraqlıdır. Bu ecə yuxuda Bakıda edim. Bulvar gəzəndə nə gördüm nələr. Gördüyüm mənzərə məni yaxırdı. Setkadan tankımız mənə baxırdı. Puamız o yandan məni çağırdı. BTR-imiz o tərəfdən mənə bağırdı. Topumuz dedi ki, vəziyyət ağırdı. Bağırdı. Mən də dayandım. Anaya silkələdi oyandım.